Bu bir maydan da danışmağa gəlməz. Yaşın 65 oldu, çıx günə. Mən xəstə adam, müharibə veteranı, heç dərmanlarımı aldığım pensiya məni görmür. Başqa yerə də işə götürmürlər. Bütün cəmaət bayrağına, nə bilim, plakatlarına, zadına oradan keçirdilər, gedirdik. Salan, deyən, gülən, hər şey gözəl keçirdi. İndi 1 may qalmışıq belə. Şənliklər olurdu. Çox gözəl günlər idi. İstəyərdim ki, bugünkü gündə də deməli dünya zəhmətkeşlərinin bu günləri həmrəylik günüdür. Düzdür? Bəli, yenə də keçirdilər. Ki biz bir ailəyik, belə deyirlər və insanlar öyrəşir, orada işləməyə başlayır, amma qabağa getmək çox da mümkün deyil də, bunu bilirik. Bizim haqqımızı tələb eləməyimiz üçün birlik çox yoxdur Azərbaycanda, belə düşünürəm. Məsəl üçün Türkiyəyə baxanda nə olursa bir yerdə protesto eləyirlər, ya bir yerdə çıxış eləyirlər. Bizdə çox da belə paradlar olmur. Keçmişə baxanda mən düşünürəm ki, əvvəl daha çox idi, nəinki indi. Cəmaət yaxşı işləyirdi, yaxşı maaş alırdı, dolanırdı. Ayda məsələn kvartal qalan 50 manat, 60 manat kvartal qalırdı. İndi 1000 manata qalxıb, 500 manat qalxıb. Yaşayışdır o. Mənim atam o vaxtı məni aparırdı, orada Doğu Sovetin aşağısında orada pilləkənlər var. Otururdum, bütün hamısını o paradları baxırdım. Yəni, çox xoş günlər idi. Belə, nəysə. İndi hər şey dəyişib.